Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. 2026-cı ilin ilk 3 ayı Azərbaycanda sosial ödənişlər sahəsində diqqət çəkən artımlarla yadda qalıb. Dövlət Sosial Müdafiə Fondu tərəfindən açıqlanan rəsmi məlumatlara əsasən cari ilin yanvar-mart ayları ərzində əhaliyə ümumilikdə 2 milyard 614,8 milyon manat məbləğində sosial ödəniş həyata keçirilib. Bu rəqəm ölkədə sosial rifahın qorunması və vətəndaşların maddi təminatının gücləndirilməsi istiqamətində atılan addımların real nəticəsi kimi qiymətləndirilir. Məlumatı yayan Bakupost az xəbər verir ki, bu vəsait pensiyalar, müxtəlif növ müayinətlər, təqaüdlər və ünvanlı dövlət sosial yardımlarını əhatə edir. Yəni söhbət yalnız bir istiqamətdən yox, bütövlükdə sosial müdafiə sisteminin bütün əsas sahələrindən gedir. Bu isə onu göstərir ki, dövlət tərəfindən əhalinin müxtəlif təbəqələrinə kompleks şəkildə dəstək verilir. Ən diqqət çəkən məqamlardan biri isə bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artmasıdır. Deyək ki, 2025-ci ilin ilk 3 ayında bu rəqəm 2 milyard 358,8 milyon manat təşkil etmişdi. İkinci ildə isə bu məbləğ 2,9 milyon manat artaraq 18% yüksəlib. Bu artım təkcə rəqəmlərdə deyil, həm də insanların gündəlik həyatında özünü göstərən müsbət dəyişikliklərin göstəricisi hesab olunur. Dinamika onu deməyə əsas verir ki, ölkədə sosial siyasət prioritet olaraq qalmaqda davam edir. Pensiyaçıların, aztəminatlı ailələrin, tələbələrin və digər sosial həssas qrupların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl şəkildə davam etdirilir. Xüsusilə ünvanlı sosial yardım proqramlarının genişləndirilməsi və müayinətlərin artırılması əhalinin həyat səviyyəsinin yüksəldilməsinə birbaşa təsir göstərir. Digər tərəfdən bu artım iqtisadi sabitliyin də bir göstəricisidir. Çünki sosial ödənişlərin artırılması dövlət büdcəsinin dayanıqlılığından və gəlirlərin düzgün idarə olunmasından xəbər verir. Bu isə gələcək dövrlərdə də sosial layihələrin davamlı olacağına ümid yaradır. Ümumilikdə 2026-cı ilin ilk rübü sosial sahədə müsbət tendensiyalarla yadda qalır. Artan ödənişlər, genişlənən sosial proqramlar və əhalinin rifahına yönəlmiş siyasət ölkənin sosial inkişaf strategiyasının uğurlu həyata keçirildiyini göstərir. Qarşıdakı aylarda bu artım tempinin davam edib etməyəcəyi isə həm iqtisadi göstəricilərdən, həm də dövlətin sosial siyasət prioritetlərindən asılı olacaq. Beləliklə, bu göstəricilər bir daha sübut edir ki, sosial müdafiə sahəsi Azərbaycanda diqqət mərkəzindədir və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır.